Biz illərdir ki, bu adətimizdən kənar çıxmırıq. Göz yaşları. Sevgi hikayələri. मैं शायर तो नहीं. Ailə dramları. El toxunmadan yerə yıxılmalarla bol olan döyüş səhnələri. Bir sözlə Hind filmləri. Bəli, biz illərdir ki, bu filmləri sevirik və sevə-sevə izləyirik. İzlədikcə elə bu filmlərlə sevib ağlayırıq. Düşünəcəksiniz ki, bu sujetimizə niyə belə giriş etdik? Elə isə ekrana daha yaxın əyləşin. Çünki Bakının qonağı elə bu Hind filmlərindən, seriallarından daha yaxın tanıdığımız aktyor Avinash Sachdevdir. İzdiham. Pərəstişkar axını. Bəli, bu Hind aktyoruna olan Azərbaycan pərəstişkarlarının münasibətidir. Nadir Qafarzadənin gözündən iraq. Bir neçə gündür Bakının qonağı olan Hind aktyoru üçün Nizami Kino Mərkəzində sevənləri ilə görüş təşkil olundu. Avinash Sachdev, lider mağazında. Necə məsləhətdir Avinash? Buyur, söhbətinə davam elə. Salam Azərbaycan, salam Baku. I'm shocked and even Mən özümü itirdim. Hətta Tənzilə xanım belə şokda oldu. Yəni bu qədər sevginin qarşısında sözüm yox. Bəs belə bir tədbir Hindistanda olmuşdu mu? Bəli, ancaq burada sanki sevginin partlayışı idi. I've got the Məni belə bir sual düşündürürdü ki, Azərbaycan məni sevir. Bəli, nə dərəcədə sevdiyini gördüm. Azərbaycan və türk dilində öyrənməyi düşünürəm. Çünki çoxlarınız ingiliscə danışır və mən də sizin yerində. Elə bilməyin ki, onunla bu müsahibə asanlıqla baş verdi. Azərbaycanlı pərəstişkarlar Avinashın nəinki müsahibə verməsinə, hətta səhnəyə çıxmasına belə əngəl yaratdılar. Qeyd edək ki, Avinashın bu səfərinin təşkilatçısı Azəri Türk Qadınlar Birliyinin sədri, şou əhlinin müğənni Elçin Cəfərovun qaynanası kimi tanıdığı Tənzilə Rüstəmxanlı idi. Qayıdaq Avinash və Azəri pərəstişkarlarına. Yəqin ki, bu dediklərimizdən heç kim inciməz. Pərəstişkarları qapıdan qovdular, bacadan çıxdı. Bacadan qovdular, qapıdan çıxdılar. Axırda heç kimi qovmadı. Asta qaçan namərddir deyib, Avinash özü qaçdı. Özü də düz 2 dəfə. Əminik ki, Azərbaycandan gedəndən sonra Avinash məşhur Qaç Lola Qaçın Bollywood variantına çəkiləcək.